deyənlər gülməli görünürsünüz sadəcə. Neyse bu kadar. Bence bu kadar yeterli. Gediyə nə deyirəm, mənbələri var. Salam, hər vaxtınız xeyir olsun. Bir gün ərzində mənə bir 20 nəfərə yaxın atdığı bir video, bir 15 nəfərə yaxın etiketlədiyi və s. belə bir video var, qarşıma çıxıb. Videonu paylaşan səhifənin adı Özgür Düşüncə, Reallıqla Yaşa belə bir səhifədir. Bizim bir abonentlə aramızda olan söhbətin 10 saniyəsini paylaşıb və bu 10 saniyənin içindən çıxartdığı nəticələr formatında bizə bir video çəkib. Düzdür, özünü göstərməyib adam, amma hazırladığı videoda bizim İslam mənbələrini öz videosunda ekrana qoyaraq heç birindən xəbərdar olmadan tam olaraq bu kitablar nədir, bu kitablar nədən bəhs edir və s. zərrə qədər anlayışı olmadan ekrana qoyub və bunların bizə tövsiyəsi nedir ki, oxuyun öz mənbələrinizi ki, Peyğəmbər az yaşlı qızlarla evlənirdi, zifafa girirdi, sizdə evlənmək olar və s. və axır südəmər körpə uşaqlarla və s. olan məsələni də qoyub. Təhrir Əl-Vəsilə kitabı, Biharul Ənvar və Səhih Buxari. Səhv etmirəmsə bu kitablardır. Bir də Üsul-i Kəfi. Əvvəla nəzərinizə çatdırım ki, ay Özgür Düşüncə bəy, Reallıqla Yaşa bəy. Əgər söhbət etmək istəyirsinizsə, bizim canlımıza gələ bilərsiniz. Biz canlı açırıq. Sizdən fərqli olaraq biz canlımıza insanları qaldırıb, insanlarla real söhbət edirik. Biz video çəkib qarşı tərəfin cavabını eşitmədən, qarşı tərəfi dinləmədən, qarşı tərəfin mənim argumentimə cavabı nədir demədən tək tərəfli danışmırıq. Sadəcə hazır ki, video çəkmişsiniz deyə buna video çəkirəm. Normalda belə bir şey mən ilk dəfə edirəm. Yəni belə bir şey etmərəm əsla. Yəni sizin qoyduğunuz mənbələr, sizin ümumi cavab verəcəm, tək-tək cavab verməyəcəm. Əvvəla bilməyinizi istəyirəm ki, İslam araşdırması, ümumiyyətlə hədis araşdırması belə bir şey deyil, dostum. Yəni sizin adicə qoyduğunuz Biharul Ənvar kitabı 114 cilddən ibarət bir kitabdır. Yəni 114 cild kitab ümumiyyətlə siz, mən bilmirəm, yəqin ki, bilmirsiniz nədir. Amma o kitab 114 cilddən ibarət bir kitabdır və 114 cilddən ibarət bir kitabın hər hansısa bir cildinin, hər hansısa bir səhifəsinin, hər hansısa bir vərəqini içərisində yer alan bir hədisi ekrana qoyub və salam əleykum dostlar, baxın Peyğəmbər şiyələr və sən şiyəsən axı deyirsən videoda. Maraqlıdır, amma ümumiyyətlə mən sənə, necə ki mənə tövsiyə edirsən, öz kitabları oxu. Düzdür, orada bəzi əshablar məsələsini xüsusi diqqətimi çəkib və demirsən ki, ola bilər burada falan şey deyəsən, falan mənə maraqlı deyil. Nəzərimə çatdırım ki, dostum, bax. Rical elmi nədir, dirayə elmi nədir, ərəb dili, qrammatik təhlil nədir, sərfə elmi nədir, nəhv elmi nədir, üsul qaydası nədir, üsul elmi nədir, sən bunları bilmədiyin üçün sənin hər hansısa bir hədis müzakirəsini elmi müstəvidə danışmağın cahilliyindən başqa bir şey deyildir. Sənin bu videonu ekrana o mənbələri qoymağın onların tam olaraq doğruluğunu da bildirmir. Nəzərinizə çatdırım ki, ekrana qoyduğun mənbələr, əvvəla Üsul-i Kəfidə ekrana qoyduğun mənbədə elə bir şey yoxdur. Yəni kitabın, bu arada Azərbaycan ilə tərcümə olunub o kitab, dostum, açıb, yəni əziyyət verməlisiniz özünüzə. Mənə yazsaz açıb göstərə bilərəm sizə həmən mənbə Azərbaycan dilisini. Hələ bir şey yoxdur orada. Ərəb dilində də ümumiyyətlə Biharul Ənvar və s. digər kitablar ki, qoymusunuz ekrana. Nəzərinizə çatdırım ki, dostum, ümumiyyətlə bu, əgər bu işin belə deyək, professional deyilsinizsə, bu işin xüsusi tədqiqatını aparma metodlarını bilmirsinizsə, bu işə girməyin. Çünki qıraqdan çox gülməli görünürsünüz. Siz məncə elə ateizmin özünü müzakirə edin. Bizim abonentlə aramızda keçən söhbətin niyə əvvəlini qoyub müzakirə mövzusu etmirsiniz? Sonradan iminli hədis müzakirəsini qoyursunuz ekrana. Niyə əvvəlini qoymursunuz? Niyə zəruri varlıq, mümkün varlıq söhbətini qoymursunuz? Niyə söhbətin malalanmağını və sonradan söhbətin malalayaraq hədisə gətirilib çıxarılmağını, evlilik məsələsində gətirib çıxarılmağını, niyə insanlara doğru danışıb bunun tam versiyasını qoyub bildirmirsiniz? Bu arada tam versiyası var uşaqlar, bizim uşaqlar paylaşıb ki, baxa bilərsiniz. Bir də nəzərinizə çatdırım ki, lap fərz eləyək ki, bunların hər biri səhih və doğrudur. 1400 il öncə baş vermiş proseslərin hansı elmi
araşdırma və tədqiqat metodudur ki, 2026-cı ildə yaşayan sən gətirib gününlə sintez edirsən və biz müsəlmanların da bunu hər gecə yatıb gecə yatmazdan öncə başını yastığa qoyub, başımızı qoyuruq yastığa, biz deyirik ki, səhər duran kimi bir dənə azı yaşlı qızla evlənəcəyik falan. Belə mi düşünürsünüz? Yəni siz nə yaşayırsınız, nə ilə qidalanırsınız? Biz də Azərbaycanda yaşayırıq. Biz də Azərbaycan toplumunun ürfünün bizlərə gətirib çıxartdığı doğru olan şeyləri əməl edirik, icra edirik, həyatımızda yaşayırıq. Necə ki, siz süd bacı qardaş evliliyinə pis baxırsınız, hansı ki, bu İslamdan gəlir. Necə ki, siz bu günlərim bir çox məsələləri İslam təməlindən götürüb, amma həyatınıza əməl edirsiniz həyatınızda və siz ateistəm deyirsiniz. Bunlar sizi birinci növbədə qeyri-səmimi ateist edər, amma yəni süd bacı qardaş evliliyində heç bir bioloji faktor yoxdur. Nəzərinizə çatdırım ki, heç bir bioloji faktor yoxdur. Heç bir bioloji faktor olmadığı təqdirdə süd bacı qardaş evliliyi sizin üçün pis bir şeydir. Ümumiyyətlə, subyektiv əxlaq meyarlarına görə sən necə 1400 ilində yaşamış, səndən fərqli bir cəmiyyətə əxlaqsızdır, pedofildir, falan da deyə bilirsən. Nəzərinizə çatdırım ki, sizin videonuzun altında mövcud olan 140-a yaxın şərhin ən azı 130 dənəsi məni və mənim peyğəmbərimi, dinimi, dəyərlərimi söyüb təhqir eləyir. Girib ora bir dənə nəzər yetirsəz, çox maraqlı olar. Yəni biz eyni metodu eləyə bilərik, eyni şeyləri eləyə bilərik. Sorun deyil, edin. Bizi kimlərinsə söyüb təhqir etməyi əslində ateizmin istinadlarını göstərmiş olur. Ümumi ateizmin, yəni tələblərini göstərmiş olur. Sorun deyil, söyüb təhqir etmək edin. Heç bir sorun yoxdur. Biz orada deyilən heç bir şeyə layiq olmadığımızı bilirik və bunun fərqindəyik. Ümumiyyətlə, ateizm, dostum, tövsiyə budur, araşdırın. Ateizm nədir? Ateizm tam olaraq nədən bəhs edə bilər? Məsəl üçün, ateizm qədim Yunan sözü olub, inkar artikılıdır. Teizm, teos sözündən gəlir, yoxdur, tanrı deməkdir. Yəni, bunları araşdırsaz çox yaxşı olar. Tanrı yoxdur mövzusu, yəni metafizikadır sənin mövzun. Sən hara, sənin əxlaq müzakirəsi hara, hələ subyektiv əxlaq qəbul edib, ümumiyyətlə iradə anlayışı aradan qalxdıqdan sonra insanların verdiyi qərarlar, yaxşını pis ayırmaq, nəyin əxlaqlı, nəyin əxlaqsız olduğunu təyin etmək və s. Siz bunlarla heç birindən danışa bilməyəcəyiniz təqdirdə gətirib hər hansı bir hədisi ekrana qoyub, salam əleykum qaqa, bu hədis var, siz pedofilsiz deməyiniz, bizlərə sizə sadəcə gülmək verir, biz sadəcə gülə bilərik sizə. Xətrinizə dəyməsin, siz cahilsiniz. Niyə cahilsiniz? Çünki ateizm bunu gərəşdirir. Mən bunu hər zaman deyirəm. Ateizm bunu gərəşdirir. Ateizm məntiqsizliyi gərəşdirir. Ateizm cahilliyi gərəşdirir. Yəni araşdırma və s. elmi tədqiqat, ümumiyyətlə elm deyirsiniz. Yəni sizin zərrə qədər anlayışınız olmayan məsələləri hər zaman dilinizdə bar-bar bağırırsınız. Bu arada sizin bu əxlaq, az yaşlı ilə evlilik, pedofiliya və s. Yəni biz bu günlərim İslam təlimlərinə baxdıqda günümüzdə evlilik predmetləri nədir, cəmiyyətimizin, yəni İslamın şəri hökmlərinin bizim cəmiyyətimizə uyğun olması, şəriətin öz cəmiyyətimizə, daha ürfümüzə daha üstün hesab etməyi və s. kimi təlqinlərini bilmədiyimiz təqdirdə mən sizə bir dənə sual vermək istəyirəm. Tək bir sualım var sizə. Sizin 100 il bundan qabağa qədər, məsəl üçün Hacı Zeynalabdin Tağıyevin evliliklərinə girib baxa bilərsiniz. 100 il bundan qabağa qədər sizin babalarınız və nənələrinizin arasında keçən evlilik yaşlarına baxsaz, siz bunu heç də pedofiliya adlandırmayacaqsınız. Baxın, mən demirəm, bu doğrudur, bəli, biz 7 bazı yaşlılarla evlənə bilərik. Xeyr, bu günlərim hətta bizim Azərbaycan Respublikasının konstitusiyasında 18 yaşa qədər 18 yaş evlilik yaşıdır və 18 yaşdan aşağı müəyyən, yəni evlənən digər şəxs fərd var da, yəni bir şəxsə başqa bir şəxs evlənir. O iki şəxsin hər ikisinin yaş predmetləri nəzərə alaraq burada pedofiliya var ya yox deyə bilərik. Ümumiyyətlə pedofiliya yalnız evlilik deyil, dostum. Pedofiliya fiziki istismardır. Yəni bir insanın başqa bir insana, az yaşlı bir uşağa, böyük yaş olan bir kəsin fiziki olaraq seksual hərəkətlərlə istismar etməsi deməkdir. Bədənini istismar etməsi. Yəni bu pedofiliya adlanır. Siz bunları peyğəmbər ekrana qoyaraq peyğəmbər pedofildir, müsəlmanlar pedofiliyanı dəstəkləyir və s. deməyiniz sadəcə gülüncdür. Bu arada pedofiliya bizə görə pisdir, amma sizə görə pis deyil. Niyə pis deyil bilirsiniz? Çünki sizə görə pedofiliya sadəcə bir xəstəlikdir, bioloji bir faktordur. Siz pedofiliya əxlaqsızlıqdır və ya pisdir deyə bilmərsiniz. Siz pedofiliya sadəcə
xəstəlikdir deyə bilərsiniz. Bunu gedin müalicə eləyin deyə bilərsiniz. Yəni nəzərinizə çatdırın. Biz sizdən fərqli olaraq biz sizin körpələrinizi də sizdən fərqli olaraq qoruyub müdafiə eləyə bilərik ki, onlar az yaşlı evliliyi etməsinlər, onlara heç kim fiziki istismar etməsin. Çünki biz Azərbaycanda yaşayırıq və biz Azərbaycanlıyıq. Necə ki siz süd bacı qardaş evliliyinə pis baxırsınız və bu İslamdan gəlir. Biz də eyni qaydada olaraq Azərbaycan cəmiyyətində yaşadığımız üçün bu kimi şeylərə pis baxırıq. Hə, əxlaq obyektivdirmi? Bəli, əxlaqın obyektiv tərəfləri də var. Bu onu subyektiv etmir, amma subyektiv tərəflərindən biri də etik normalardır və bunlara əməl etməkdir. Uğurlar dostum. Sənə bu arada təklif edirəm, canlıçırıq, gəl. Gəl üzbəüz söhbət eləyək. Çox xahiş edirəm. Video çəkməklə çox şey əldə etmək olmur. Uğurlar qardaş. Bu da sənə ikinci video, ay özgür olmayan düşüncə. Deməli, mən biraz daha çox belə detallı oxumağa çalışdım, kommentariyaları və s. Videonun qarşısına çıxdığı kütləyə baxıram. Çox maraqlı kütlənin qarşısına çıxıb. Yəni, ərəb törəsi və kültürü bizə yaramır. Quran Məhəmməd və onun ətrafındakı adamların uydurmasıdır, yararsız bir kitabıdır. Müntəzirin qızı heyz görməmiş gedər ərəblərə. Tərtəmiz pedofiliyadır. Ərəblər belə qəbul edir. Ayənin 6 yaşda evliliyini, Ayşənin 6 yaşda evliliyini bizimkilər üzə durur. Məsələn, Müntəzir ərəbin tulasıdır və s. və l-axır. Yəni, bundan, ya bir dənə normal komment yoxdur. Məhəmməd kimdən xoşu gəlirmiş, Allah onu özünə arvad elə deyirmiş. Xarab millət. Maqa, yəni Məhəmməd, gah Alfons olub, gah pedofil. Doğru düzgün adam ola bilməyib. Hələ dediklərində inanmağımızı istəyir. Dediklərinə də inanmağımızı istəyir. Yəni sən belə bir video paylaşıb, bu videonu da günümüzün insanların qarşısına çıxardıb, insanlara nəyə təlqin etməyə çalışırsan, bilmirəm, dostum. Sənə ikinci videonu çəkməyimin səbəbi var. Səbəbi sizin cahilliyinizin təfsilatlı şəkildə ortaya çıxmasıdır. Bunu biz sizə fərqli formatlarda yüzlərlə izah etmişik. Amma bu da yenə olacaq. Bax dostum, ümumiyyətlə sən yaşadığın indiki dövrdə, 2026-cı ildə aldığın təhsilin, oxuduğun kitabların, inanmıram təhsil almışsınız, neysə, aldığın təhsilin, oxuduğun kitabların, valideynin tərbiyəsi, cəmiyyətin təsiri, ətraf mühitin təsiri, nə bilim, baxdığın videoların, baxdığın ateistlərin təsiri və s. Bunların hər birinin sənin düşüncə və meyyarlarına təsiri var. Bunlardan əlavə sənin yaşadığın dövrdə, yəni 2026-cı ildə artıq konstitusiya elə bir formatdadır ki, tam inkişaf edib və sənə, həyatıva yetərli qədər təsir edir. Bugünkü gün mövcud olan konstitusiyanın, cəmiyyətin və s. yüzlərlə təsirləri necə ki sənə var, eynən biz müsəlmanlara da var. Sən anlamırsan ki, bu günlərin mənim üçün obyektiv meyarla pis və yaxşının seçiminin qarşısını almır. Amma sənin bir şeyə tam olaraq yaxşı və ya pis deməyin, bir şeyə tam olaraq əxlaqlı və ya əxlaqsız deməyin, bu tam olaraq nəyə əsaslanır? Bax, bunu bilmək istəyirəm. Yəni, sənin, xüsusən sənə verirəm bu sualı, özgür düşüncə bəy. Çox maraqlıdır. Sənin bu günlərim bir fahişəyə pisdir, bunun etdiyi əxlaqsızlıqdır deməyin, bir LGBT üzvünə bu etdiyi şey pisdir, bu etdiyi şey əxlaqsızlıqdır, bunu cəmiyyətə təlqin etmək olmaz və s. deməyin, bu və buna bənzər yüzlərlə nüanslar. Bunlara ümumiyyətlə ümumi götürürəm, ümumi konsepsiyada. Pisi və yaxşını necə seçirsən, hansı elmi tədqiqat, hansı elmi araşdırma sənə pisi və yaxşını izah edir? Mənə çox maraqlıdır. Əsaslandığımız biologiya, nə bilim, insanın beyni və s. bu kimi şeylər sadəcə bir prosesin necəliyini izah edir. Yəni, bu proses necə baş verir?
Amma sən tam olaraq bunun niyə pis olduğunu, niyə yaxşı olduğunu, niyə əxlaqsızlıq olduğunu, niyə əxlaqlı olduğunu necə izah edirsən qardaş? Bir dənə buna qəşəng bizə konseptli belə o hədisləri araşdırdığın kimi səndən çox xahiş edirəm. Hətta sənə bir tövsiyəm budur. Süni intellektlə tərcümə etmisən, süni intellektlə də araşdıra bilərsən, problem deyil. Amma bizə detallı bir cavab ver. Çox xahiş edirəm səndən. Ümumiyyətlə sənin pis və yaxşı predmetlərin hardan gəlir? Bizə bunun bir əsaslandır. Bu barədə bizə bir qəşəng məlumat ver. Biz öyrənək, biz də azad və özgür düşüncə sahibi olaq. Yaxşı qardaş. Məsələn, profilimin adı nədir? Reallıqla yaşa. Ümumiyyətlə, reallıqla yaşamaq necə bir şeydir ki, siz ölürsünüz və öldükdə reallıqla yaşama çabaları bitir. Məsələn, bunu izah et bizə. Həyatın tam olaraq mənası nə qalır? Onda insanlar niyə evlənir? Sizin bu pedofiliya, evlilik və s. müzakirəsi etdiyiniz üçün bu sualı verirəm sizə. O zaman insanlar niyə işləyir? Niyə gələcəyi düşünür? Niyə xəyallar qurur? Niyə bir-birlərinə qarşı hisslər bəsləyirlər və s. Nədir bunların mənası nədir? Öldükdə hər şey bitirsə əgər, ölüm hər şeyi tam olaraq bitirirsə, ümumiyyətlə bunları niyə edir bu cəmaət? Bu insanlar niyə edir? Etməsin də o zaman heç kim etsinəyir. Onda bizim mənamız nədir tam olaraq? Bir zəhmət olmasa qəşəng bir video hazırla bu sualların məcmuəsində. Biz sizə belə deyək də bu videonu çəkməkdə məqsədimiz tövsiyədir. Araşdıraq, bir yerdə öyrənək. Yaxşı qardaş, gözləyirəm. Uğurlar.